Biz Badamdar ərazisi 3-cü massivdə yerləşən 18 sotluq villamızdayıq. Bilmirəm bu villamızı sizlərə necə təqdim edeyim? Krallara layiq mi deyim, hürrəm sultanlara mı layiq deyim, yoxsa biznes qurmaq istəyən insanlara mı layiq görüm? Bunu artıq siz özünüz qərar verəcəksiniz bu təqdimatı gördükcə. 18 sotluq ərazimizdə gördüyünüz kimi necə geniş bir villa deyək. Villa qaldırılıb. Bu villamız əslində biznes üçün qurulub. Biznesimiz spa center, yəni fitness, pilates, hamam, baseyn, sauna və s. Pəncərələr gördüyünüz kimi necə yekə vitrajlı pəncərələrimiz. Əsasən də buranın çox mükəmməl bir balkonu var. Onu sonunda göstərəcəm sizə. Gəlin keçək villamızın içinə. Villamız tam havalandırma sistemləri ilə təchiz olunub, işıqlandırma sistemləri buradan. Gördüyünüz kimi Ramazan bəy zəhmət olmasa bunları kiçik detallar çəkək. Əslində bu kiçik detallar böyük bir göstəricidir. İçərini zəhmət olmasa. Bura reception kimi. Burada ayrıca bir otağı. Və gedək ikinci mərtəbəmizə. Belə bir ərazidə düşünürəm ki, yəni belə bir düşünülmüş biznes yoxdur. Yəni o biznes burada davam etsəydi, çox gözəl olardı. Düşünün ki, burada pilates edirsiniz, üzü dəniz mənzərəyə. Hər bir otağın balkona çıxışı, hər bir otağın vitrajlı pəncərələri, hər bir otağın havalandırma və kondisioner sistemi. Bura sadəcə ikinci mərtəbədir və üçüncü mərtəbəyə keçəcəyik. Və ən sonda gəldik bizim üçüncü mərtəbəmizə. Ən çox çəkmək istədiyim ərazi, baxın elə, buradır. Bax, bu bayaq sözünü elədiyim həmin o balkon ərazimiz. Yəni, arxadakı mənzərəyə baxın. Yəni, əgər bu malikanəni mən almış olsaydım, mütləq ki, bu əraziyə, tam da bu hissəyə bir dənə basen qoyardım. Və buna biraz alçaqdan eləyərdim ki, üzə gəlib tam baseynin qırağında dayanıb, belə bir mənzərəni seyr eləyim. Yəni, həyətdə yox. Bax, burada eləyərdim o şəraiti. Qış yay mətbəximi qoyardım, skamyekamı, divanımı burada qoyardım. Sizdə də yox. Amma əgər biznes üçün buranı alsanız, binanın kafe və restoranını tam da açıq havada yerləşdirmək mükəmməl olar. Ramazan bəy, xahiş edirəm izləyicilərimə bu gözəl ərazini göstərək. Həm bina, həm villa, həm malikanə, həm biznes center. Buranın təyinatı zaten bəllidir. Qalanı isə yeni alıcısına düşür. Alana da satana da xeyirli, uğurlu olsun. Məni isə hər birinizin zəngini kommentariyasını gözləyirəm.